Gününüz uğurlu olsun. Bu günləri biz mikro və kiçik sahibkarlıq subyektlərində uçot zamanı ən çox edilən səhvlərdən danışacağıq. Uçot zamanı hansı səhvlərə daha çox yol verilir? Yəni bu danışacağımız mövzu ümumi praktikada rast gəlinən mövzulardır. Hansı ki, gündəlik əməliyyatlarda və yoxlamalar zamanı müəyyən olunmuş səhvlərdir. Hansı ki, İlkin olaraq biz əgər uçot deyiriksə, burada gəlirlərin və xərclərin uçotu ilkin olaraq birinci əsas predmetdir. Hansı ki, gəlirlərin uçotu zamanı nağd və köçürmə gəlirlərinin tam uçota alınmaması halları olur. Satışdan əldə olunan məbləğlər düzgün uçota alınmır və sənədləşdirilmir. Sənədləşmə sistemə uyğun gəlmir. Məsələn, satış baş verir, lakin həmin satışın əldə olunması ilə bağlı sənədlər olmur. Deyək ki, hər hansı bir məhsul satılır və yaxud da xidmət satılır. Faktiki olaraq həmin məhsulun alışı olmur, amma satışı baş verir. Belə halların uçota alınması düzgün deyil. Ən azından mal satışının olması üçün ilk öncə ambar qalığın olmalıdır ki, sənin mal alışı baş verməlidir ki, həmin məhsulu sata biləsən. Sənədlərin sistemə uyğun gəlməməsi halları hansı ki, faktiki olaraq elektron qayma fakturaların düzgün sənədləşdirilməməsi halları olur. Satış zamanı düzgün uçota alınmır. Ay üzrə cari dövriyyəyə uyğun olaraq həmin sənədlər sənədləşdirilməlidir. Kassa qalığı zamanı faktiki uçotda olan kassa qalığı hansı ki, uçot sənədlərinə uyğun gəlib çıxmır. Gələk xərclər hissəsinə. Xərclərin əsaslandırılmasında isə vergi uçotu baxımından biz bilirik ki, vergidə faktiki olaraq gəlirdən çıxılan xərclər var və həmin xərcləri yalnız biz gəlirimizdən çıxa bilərik. Bu vergi tərəfindədir. Bəzən olur ki, həmin xərclər düzgün qaydada uçota alınmır və aidiyyatı üzrə xərclərə daxil olunmur. İlkin olaraq həmin sənədlər də düzgün sənədləşdirilmir, istər elektron qayma fakturalar olsun və kameral yoxlamalar zamanı həmin sənədlərin dövlət vergi xidmətinə düzgün təqdim edilməməsi halları olsun. Bu kimi hallar daha çox olur. Digəri isə ədvə ilə bağlı səhvlər olur. Hansı ki, deyək ki, vaxtında uçota durmalıdır müəssisə, ancaq uçot zamanı yaddan çıxıb dövriyyə vaxtında ƏDV-nin qeydiyyatına uçota alınmayıb, ƏDV qeydiyyatına dair ərizə göndərməyib və buna görə də müəyyən sanksiyalar tətbiq oluna bilir. ƏDV bəyannamələrində hansı ki, alış və satışın düzgün əks etdirilməməsi olur, alış zamanı düzgün əvəzləşmə halları olur, satış zamanı isə malın xidmətin təqdim olunması zamanı isə uçot ona görə səhv olur ki, bəzi hallarda azad olunan dövriyyə olur və ümumilikdə həmin dövriyyələri ayrı-ayrılıqda uçota almaq lazımdır. ƏDV tutulan dövriyyə fərqli olur, ƏDV-dən azad olunan dövriyyə fərqli olur. Bəzən elə olur ki, hamısı bütövlükdə qeyd olunur, ümumi dövriyyə kimi yazılır və 18% dərəcəyə cəlb olunmuş kimi göstərilir. ƏDV demişkən, elektron qayma fakturaların düzgün tərtib olunmaması halları da bura aiddir. Yoxlanış zamanı ƏDV zamanı malın xidmətin təqdim olunması ilə bağlı həmin elektron qayma fakturaların düzgün tərtib edilməməsi hallarına da rast gəlilir. Sadələşdirilmiş vergi ödənicilərində daha çox nağd ödənişlərin sənədləşdirilməməsi halları çox olur və həmçinin də avansın cari ayın dövriyyəsi kimi vergiyə cəlb edilməsi halları olur. Bəzən də bank ödənişlərinin gəlirlərlə üst-üstə düşməməsi halları olur. Bunda hər ayın sonu
bank ödəniş sənədlərini yoxlamaq lazımdır, bank ödənişlərini yoxlamaq lazımdır və gəlirlərin üst-üstə düşüb düşmədiyini müqayisə etmək lazımdır. Əmək haqqı ilə bağlı isə əmək haqqı xərclərinin vaxtında uçota alınmaması halları daha çox olur. Hansı ki, deyək ki, cari ayın əmək haqqı xərcidir, onu həmin ay uçota almırlar və eyni zamanda həmin əmək haqqı xərcinin tanınmaması nəticəsində bu vergilərin də, hansı ki, Dövlət Sosial Müdafiə Fonduna ödənilən vergilərin də vaxtında ödənilməməsini gətirib çıxarır. Artıq hesabat veriləndən sonra dövriyyə əmək haqqı məbləğləri bəyan olunandan sonra və ödənişlər də vaxtında getmədiyinə görə onunla da bağlı müəyyən sanksiyalar təqdim olunur və bununla bağlı əlavə hesablamalar aparıla bilər. İşçi ilə bağlı bəyannamələrin gec və vaxtında təqdim olunmaması ilə bağlı təbii ki, vaxtında təqdim edilməyəndə də Dövlət Vergi Xidməti bununla bağlı cərimə tətbiq eləyir. Nağd əməliyyatlarla bağlı pozuntular bir də görürsüz olur. Kassa uçotunu düzgün aparmır və faktiki kassa qalığı ilə ümumilikdə mühasibat uçotundakı kassa qalığı üst-üstə düşmür. Bəzən vergi bəyannamələrini təqdim edən zaman azad olmalar da düzgün göstərilmir. Hansı ki, qanunvericilikdə nəzərdə tutulmuş güzəştlər var. Bəzən o güzəştlər ümumiyyətlə göstərilmir. Bəzən isə həmin güzəştlər düzgün göstərilmir. Yəni güzəştdən yararlanmalı olan şəxs faktiki olaraq güzəştdən yararlanmır. Hansı ki, o bəyan olunmalı idi, göstərilməli idi, onu göstərmirlər. Digər hallarda isə güzəştə düşmür, amma onu uyğunlaşdırıb orada göstərirlər. Bu da yoxlamalarda üzə çıxır. İstər sahibkarın özünün könüllü surətdə yoxlaması nəticəsində audit yoxlaması elətdirilir və onun nəticəsində müəyyən olunur. Digər hallarda da səyyar vergi yoxlamaları nəticəsində bu kimi hallar daha çox müəyyən olunur.